Hər kəsə salam. Bugünkü avtomobillərimizlərdən biri deməli X5-dir, F15 modeldir. Avtomobil 2013 modeldir və N55 mühərrikdir. 6 silindrli mühərrikdir, turbo mühərrikdir. Bu avtomobilimizin bizə yaxınlaşma səbəbi deməli nədir? Bütün bobinlər firma bobinlərdir. Bundan əlavə olaraq avtomobilin sveçaları orijinal deyil və qaz buraxıb hamısı. Orijinal sveçalar əvəz elədik. Bundan əlavə olaraq bu avtomobildə Delphi zavod istehsalı olan, bilməm düşür yoxsa yox, Delphi bobinlərdir. Orijinal bobinlər burada. Zavod istehsalçısı bu bobinlə buraxır, təchiz eləyir. 6 ədəd orijinal bobin və 6 ədəd orijinal sveçalı təchiz eləyəcəyik. Farsonqalar hal-hazırda yuyulma prosedurundadır. Farsonqalar da yuyulacaq, stend olunacaq, təmizlənəcək, sonra üstünə yerləşdirəcəyik, diaqnostik adaptasiya işlərini görəcəyik. Və avtomobilin 246 minə yaxın yürüyüş məsafəsi var. Bəli, avtomobil sahibi arxa kadrdadır. Yürüyüş məsafəsi 246 min kilometrdir və avtomobildə üst qışqı prokladkasına başlayıb yağ verməyə inşallah çatdıra bilsək, onu da üst qışqısı prokladkasını dəyişdirəcəyik. Və bundan əlavə olaraq deməli burada da bir dənə BMW X3 modelimiz var. Bu X3 modeldə N20 mühərrikdir. 98 min yürüyüş məsafəsi var, düzdürmü? Eyni ilə də avtomobil sahibi də buradadır. Bu avtomobildə 98 min yürüyüş məsafəsi var və avtomobildə yağdaşma prosedurunu yerinə yetirəcəyik. Qaldırdıq, askı sistemində yoxladıq. Avtomobil sahibinə bildirmişdilər ki, 98 min yürüyüş məsafəsi olmasına baxmayaraq, mühərrikin transmisiya yağı və filtri dəyişilməlidir daha doğrusu. Avtomobildə heç bir yağ sızıntısı yoxdur, altında heç bir yağ sızıntısı yoxdur. İstəyir arxa salnik, qabaq salnik olsun, üst qışqa prokladkası olsun. Heç birisində heç bir yağ sızıntısı yoxdur, heç bir problemi yoxdur. İnşallah indi bunu yağını dəyişəcəyik və bir də antifriz sistemi. Bütün sistemi yeniləyəcəyik ki, üzü yaya gedir. Avtomobilin antifriz sistemi təmiz olsun ki, çünki BMW-lərdə yüksək temperatur olur və buna görə də antifrizə yüksək keyfiyyətə sahib olmalıdır ki, sonradan aşınmalar baş verməsin. Bağlı.